Herkese salam. Bugün istəyirəm sizə qısa bir Bazeli göstərim. Seçəcəm ən böyük üçüncü şəhəri. Xırda bir gəzinti olsun. Elə belə. Bir şey maraqlı yer var. Oraları göstərəcəm. Belə. Yəqin ki maraqlı video olar. Maraqlı olsa bakarsınız, olmasa baxmayasınız. Bu videonu görməsəz bilin ki maraqsızdır. Yəni görməsəz bu söhbətdə işləyəcəksiniz. Bir də görək nə olur. Hava küləklidir. Ola bilsin səsdə biraz problem ola bilər yenə. Üzürü sayın. Mindik qatara. Qatarda öyrəsində tramvaydır nəsə. Gedək indi Bazelə. Belə. Tramvaydan düşdük. İndi ilk muzeyimize tərəf gedək. Ərək Geyrov. Ayxala Qıradur. Sözün açıq heç bilmirəm, kamera özünə tər çəkir. İlk dəfə bu kamera ilə çəkiliş edirəm. Yəqin ki maraqlı bir çəkiliş olar. Ən azından telefondan yaxşı olar deyə düşünürəm. Ağaçlar çiçəkliyir. Deməli, sizi bir yerə gətirmişəm. Siz deyəndə özüm gəlmişəm. Yəni siz də baxarsınız. Düzü buranı ilk dəfə görəndə, yəni burada mən video atanda deyəndə ki, adam burada yəni ölmək istəyir falan, ama dedi ki, ağıla gələn nəyə danışsın. Yəni adam da ki, ölmək istəyərmi? Şimdi bir dənə sizə də göstərim. Baxın görün, həqiqətən burada ölməyə dəyər yoxdur, yox. Və bura bir qəbirstanlıq. 10 metrlik mərmər daşı yoxdur. Hər ölüyə aid 5 metrlik bir ev yoxdur. 2 kvadratda tikilmiş. Mariya 1959-2020'də ölüb. Maraqlıdır. 1934-2024. Məsələn ki, belə yaşıllıq, dekorativ ağaçlar, güllər, çiçəklər. Burada da ölməyib, harda öləsən? Yəni kimsə içəm olub deyəsən, gətirib pivə qoyublar yanına. Ki, arada durub yaşlayar boğazını. Elə maraqlıdır. Ora şey olmalıdır, muzey dəsinə. Yavaş-yavaş belə gedəcəyik də görək nə çıxır qabağımıza. Belə amma buranın hər yeri şeydir, qəbirstanlıq. Bu tərəf olsun, aşağı tərəf, bu aşağı tərəf. Yəni belə tam-tamına qəbirstanlıq. Maraqlıdır. Buranın da turistlərə açıq bir yerdir. Düz belə tarixi bilmirəm. Yəni neçənci illərdən fəaliyyət göstərir falan. O qədər bilgim yoxdur. Prosta gəzib görürük də. Lazımdır sizə bura neçənci ildə tikilib, kim tikib.
Əsas oldu ki, görmüsən, görmüşəm. Hə. Ora Qəbələ yazılır. Yox, Qəbələ deyilmiş. Kapella biriymiş. Bilməm Qəbələ nə əlaqə. Kapella bir. Elə boşluqdur, bilməm, bura işləyir, işləmir. Ya tullayacaqlar. Beynimi dağıdacaqlar. Sülək kimi düşünürəm, sürünəm qəbirstanlıqda. Orada nəsə var. Nə deyirlər ona? Abidə deyək ona, nə deyək ona? Ay uşaq, burada maşını sürmək olmaz. Suya bax, nə üçün sulu. Tərtəmiz. Görürsünüz? Yox, mesaj versin. Uzaqdan. Baxın. Şöyle təmizliyinə bax. Nədir? Çiçək. Gül kimi. Helikopter, helikopter. Allah, oyuncaq satılır. Aa, üşürən. Kim istəsə belə suvenirlərdən fırladıb götürməyə var. Aya, qəpiyə bax. Burada deyəsən buranın nəzir yeri deyə. Qəşənglər nəsə qoyulur. Ivan dat Grampi. Frovenin or. İngiliscə bilmirəm. Tears. In loving memory. Rest in peace. Yəqin ki, düz oxudum. Rest in peace olaraq oxunmalıdır. Gedenken. Burada güllər var. Bir manata gül satılan yerlər bəlkə də buradan yığıb aparıb satır belə. Ya da buradan fırladılar. Yaxşı biznes əslində. 1880, 1966, 1887, 1888, 1988. Ay, bir il çox yaşayıb. Bir illə yandırıb özüm. Fikir verirsiniz, əksəriyyətində 100 il yaşamaq var. Yəni, əksəriyyəti 100 ili görüb də, yəni, haqlayıb. O 76 il yaşayıb. 1904'də olub, 1980. O bir dənə ailəni başlaşdı, bax. Jakob Wegman, Sophia Wegman, Emilia Wegman, bir dənə də Jakob var. Niyə 2 dənə Jakob var? Yəqin ki, nəvəsinin adını aldı. Jakob Wegman, Complete Wegman. Henke. Jaki. Maraqlı. Yəni, əksəriyyətində nədir, baxın. 1, 2, 3, 4 dənə onda ad var. 1, 2, 3 dənə onda ad var. Ən axırıncısı 1916'da olub, 2010. O da 100 il yaşayıb. Ondan qabaqçılar da 100 il. O 100 il yaşayamıyor. 66'da olub, 88'də olub. O yetim tez gedir. Üstə neçə, 10 neçə il yaşayıb. 1880'da olub, 1887'də ölüb. Bəlkə də mən səhv başa düşürəm, başqa şeydir. Amma mən başa düşdüyüm odur ki, hər daşda rahat bir 3-4 nəfərin adı var. 1872, 1948, 1908, 1956, 1875, 1970. Bir dənə bu tək. Yəqin bomba olmanıza da o daş qoydurub özünü. Amma indi öyrənmiş oldum ki, bir daşda 4-5 dənə adamın adı olurmuş. Ona görə qəbirstanlıqda yer dolmurmuş. Amma fikirləşirdim ki, niyə qəbirstanlıqlarda yer dolmur? Bu qədər adam yaşayırsa Avropada. Belə hər yer qəbirstanlıq, bu qədər qəbirstanlığı doldurmaqdan ötə görə o dünya qırılsın. Azərbaycanın 200 min əhalisi olmalı, bildiyim qədər. 200 minə yaxın əhalisi olmalı. Tək buranın. Ölmək istəyən olsa xəbər eləsin. Düz çətin bizdə bura qoyarlar, amma yenə də. Sektor imiş. 188 buradır. Sektor 5. 501, 666. Belə, burada araba da var. Leyka var. Həqiz oldu ya.
Ölmək olar ki, onun. 1928, 2023. O ayağım ne kadar yaşayıb. Hamısının ayında mələklər var, tırqı. Mələkələr. Neyse. Başka maraqlı göstərəcək yer yoxdursa, gedək başqa yerə. Bazelin turistik yerlərinə. Belə buralar da gəlmişəm. Ben girməyəm, hamısı eyni şeydir. Meyit de, orada da meyit, burada da meyit. Şimdi bura niyəsə işləmir deyəsən. Heç kim yoxdur. Normalde işləməliydi. Və yaxud da iş saatları falan var. Belə də həftə içi bir gündür. İndi işləməməyi başqa səbəbdən ola bilər. Əsas adı ki, üzdən görülür. Belə şeylərin içində maraqlı şeylər oldu. Mindik. Lap siz minməkdən hafta təfəm dağılacaq. Deməli gəldik Bazelin mərkəzinə. Bura Bazelin mərkəzi. Əslində Bazel iki hissəyə ayrılır burada. Kiçik Bazel, böyük Bazel. Onlara bura 2025 Eurovision'a ev sahipliği eləyir. Belə deyəcəm, yəni burada keçiləcək. Özümün müxbircimi istədim mahallarda. Burada üç ölkənin ayıran çay. Rhein çayı. Adı deyəsə Rhein idi, yandan. Elə olmalı. Ay, qarıya bax. İyi. Baxın. Dostlar, baxın, hər yer İsveçrədir. Hər yer üç ölkə birləşəcəkdir. Göz olsun. Hər yerdə Ruslar, Türklər. Ben Azerbaycanlı varım. Esas kızlar özüm hafta dedi. Bilmem kamera düştü yoksa yok, güzel eğlen. Neyse ben kameranı söndürüp geldim, sonra danışalım. Tər fırlanıb başıma işlə gəlmir. Kameranı alıp çıxmışam. Nəsədir sizin əliniz güncül. Salam əmi. Belə. Yaxşı gəlir. Boğam. Aynağa bura barmaq eləməsi lazım. Bu yollar çox səliqəlidir. Allah vurdu. Görək, ayna bura barmaq eləsin. Belə gedək, belə gedək. Gəlin belə gedək. Hangi tuka? Güzel. Neyse, reseptini yazıp var, ne yazıp var. Girək müzeye. Özümə nə qovacaqlar buradan. Ya da girib baxıb çıxacaq. Belə. Müzeydir. Burada ne muzey oldu? Bak olacaq. İçeride saksı qablar falan var idi. Yüz verəcək, boş qaplarda düz edəcək. Başqa bir yerdə var da. Böyle bir şey yok. Problem. İçini görməsəniz də üzdən görünməz. Mən də deyirəm, üzdən baxa-baxa deyirəm. Məsəl odur ki, yanında olmuşam. Ay amma. Hara qalxır bura. Kəsdüyümdən kirayəsi 29 manatdır.
2 saatdir bunları da qalxa bilmir. Biz kərşarı ucuzluq. Bura baxın. Ja, geef me. Qırada görmək xoş. Neyse necəli. Burada cıncıq-mıncıq satırlar. İyi, 19 euro. Təpən atdı. Belə bir baxadaq. Elə arsa alsın, indirməyə qoyarım. 2900. Burası da frankla hesaplanır, 29 frank. 1 frank da hardasa 1 manat 90 neçə qəpik olmalı. 94 qəpik, 96 qəpik. Hayır. Şaka ortasında uşaq əmizdir. Allah olsun sağ ol. Damatın atası qardaşı var, o fikirləşmir, görürsən. Üzdən baxdıq, bəs səy-səy şeylər satıldı. Üzdə baxa-baxa nə var ya? Yəni nə ki bizim şərabdan qəşəngdir. Mənliyinsi deyirlər. Yumurtaları var. Kuş yumurta var. Hallo. Einfach keine Kunden bitte, ne? Keine Menschen. Nein, nein, nein. Ist gut, ja? Okay. Güzel var. Güzeldir. Niye icazə vermirlər? Bilmirəm. Adam yox falan soruşdu. Bəs nə üçün istəyirsən? Niyə çəkirsən falan? Mən dedim, yüzə düşür. Markası deyil. Bu nə? Hazır oldu futbolcular. Dovşan da aylar, dovşan da aylar. Ulan paskası yaxınlaşır deyə hər yer dovşan. Sevin haqqı hepsi. Birincisi 90'a globus. Çerezde de var. Sıra ne var ya? Ah burada. Yani. Əlinlə qalxmağa. Vay. Damat namaz payısı var ha. Şəncədim. Çok geç olsun. Bəxtimdən, ya mənə bəxtimdən, ya sizin bəxtinizdən bura hər yer bağlı. Nəmiz edir ara? Burası bağlıdır. Niyə bağlıdır? Nə üçün bağlıdır? Heç bir məlumatım yox. Burası işim yoxdur, işim girmir. Orada bir yer tapmışam. Girəcək ora nədir? Üstü təmir olunur. Bağlayıb. Görürsünüz nə? Bağlayıblar, təmir edirlər. Ona görə də bu vaxtlarda gəlməyə biz lazım deyil. Gəlməyin.
Koroğlu metrosu. Arkadaşlar masum işti bu. Gelirsiniz bura. Geleceğiniz yeri seçebilirsiniz, seçirsiniz buradan. O cür məlumatlar yazırsınız. Bir nəfərsiz, tək gedişlik falan. Dırt. İtiniz var mı, yok mu? Velosipediniz var mı, yok mu? Ora yazırsınız. Ana satın bir dənə gedişdir. 1 saat ərzində verir. 17:00-da kimi. 2-ci klass alırsınız. Neçə dəfə siz minirsiniz də, yəni 1 saat ərzində neçə dəfə siz dəyişə bilirsiniz. Avtobus, qatar fərqi yox. 2.60 euro ilə 2.90 euro. 2 euro 90 sent. 2 frank 60 sent. Bu da belə. Türk. Lan. Bura Bazel'in fan havuzu. Stansiyası. Qatar stansiyası. Buradan ürəyiniz istəyən hər yerə gedə bilərsiniz. Hər bir yerə, yəni. İsveçrə içi olsun, İsveçrə xarici olsun, başqa bir ölkə olsun, fərqi yox. Fransadır. Yəni hər yerə buradan gedir. Demək olar. Avtobus, qatar, metro, tramvay, samolyot. Hər şey adamın belindən tahtalayır ki, belə park. Meclisi. Bura girmək yersizdir. Niyə girəmək? Amma girsəz orada girən belə şeylər var. Böyük aparatlar var. Bilet falan almaq üçün. Dağılıb da. Pakistanlılar yəni iş başındadır. Qumar basırlar. Buraya bax. 70 dünyanın hər yerində taksi arası basmışlar, bəyənmirlər. Qəşəng yerdir amma. Mən deyim, yəni su aldım. Böreğim yanır. Susuzluqdan. Qomara qaçsın. Tomaten. 2.60'a pomidor. Nə? 2.60'a bunlar nə? Dovşanlara bax. Bura həddindən artıq bahaçılıqdır ya. Yəni, həqiqətən çox bahaçılıq. Yəni, balaca bir şeyə 3 euro, 4 euro ala bilir. Onun biri 4 euro 60 sent. Nədir? Heç 2.40 bulardır. 2.40. Yəni, heç nə yoxdur orada. 2 frankın özünü yesəm ondan çox doyaram. Şu kaça ola? Neyse ya. O məndə bu neyse söhbət. Yedim gün. Arabiya. İç çayla. Onları ne yapışadı şuraba? Ha, okşadıram prosu dəqiq bilmirəm. Ne yazılıyor? Kanabis yazılıyor üstüne. Kanabis, hə, odur. Çayına satırlar. Ben de necə İsveçrəli boy mağazada satırlar, mən qınıyırlar. Mənim TikTok videomuz adı silir. Yedim. Balıq. Həqiqətən də düzlüklər. Dağ-dağa rast gəlməsə də insan insana rast gələr. Sulara baxan yerdə gördüm yanımda kimsə telefon var. Evet. Yani böyle baxdım. Yəni tanış gəldi, yəni o danışıq tembirini tutursan da istərsən. Özü ki, xarici adam öz danışdığı dildə kimisə danışa görəndə istərsən biraz qəribə olur. Təbii ki, salam aleyküm. Azərbaycanlı idi qaqaş. Qonaq gəlib, İsrailə gəlib falan. Yəni 7 ayın içində
Elnur'a çıxsaq, yəni Elnur'a. Bunlar normal uçağıdır, yoxsa Ha. bahadır? Bahalı. İsveçrənin normal uçağıdır. Hə, bura. Bura normaldır, yəni. Bura bahadır. Belə nəsə almaq istəsən, Almaniya ən məsləhətsizdir, yəni qalmaq söhbəti var. Oradan usta belə bir iki dənə su zət, qaz su soğansı baxa bilərsən. Olar. Böyük balaca. Bunlar qazsızdır, Rus bahadır. Yəni burada hər şey bahadır. Belə balaca var mı? 95 Su. 95 1 euro deyil. euro deyil, frank. O çevrəndə çox ödəyir. Hardasa 1 frank 1.92'dir. Eurodan bahadır hardasa bir 20 sent falan. Niyə su? Sənə qulu verir. Qulluq sahibi qardaşım, qadın var. Allah kömək olsun. Özüm çəksinə. Sağ tərəfdən sən. Evet, boşum var. Sarayda. Bak. Qulluq sahibi olaydı da. Qadın var abi sən. Qardaş bir insan aslında bilmir, təzə gəlmişəm deyir. Hələ ki qiymət terminini tutanmayıb, bu bir. İkincisi də ki, euro ilə hesablayır. Hələ onu da bilmiyorum ki, frank eurodan bahadır. Nəysə, biz də nəsə bir şey götürək, çıxaq gedək. Nədə hər şey. Bilmirsən, yəni dəymədi, değil mi? 2 euro, 2 frank su var. 3-4 manada su alma onlara boş var. Belə. Bunlar. Volvik. Belə. Gəldik. Başladığımız yerə çıxıb demək. İnanın ki, maraqlı bir video oldu. Maraqlı olmasa da elə bir yorum yazın ki, çox maraqlı idi, həddindən. Ürəyimiz getdidən bura üçün qava. Amma maraqlı idi. Gəlin, gəzin. Başını bırakın. Nə qədər vaxt kuxnanı söküb, qonaq otağını söküb, kuxnanı söküb, hamamı söküb, təzədən qonaq otağını təmin edərsiniz. Nə qədər balkon artırarsınız. Ən azından 3 dəfənin içində söhbət edərik. Hava ata bilərsiniz də ki, bəs ötən səfər falan yerə getmişdik. Məsəl üçün, arxam Rhein çayıdır. Yəni, sözsüz bahaçılıqdır olmağa, amma istəsəz hər şey eləyə bilərsiniz. Çox güman ki, maraqlı bir yoldur. Baxın, burada güllərimiz də var. Alaban tutuzuram mı? Davamı inşallah ki, gələr. Kamerada çox güman ki, qəşəng çəkim. Yəni, fikrimcə, zənnim odur ki, kamera çox yaxşı çəkim. Videonu bəyənməyi, komment yazmağı, kanala dəstək olmağı unutmayın. Çox güman ki, belə videolar daha yaxşı format gələcək. Təzə başlayıram da, fəaliyyət eləməyin. Üstümə gəlməyin çox. Yavaş-yavaş hər şey düzələcək. Amerika birdən qurulmayıb var. Belə, hələlik görüşərik inşallah. Sağ olun. Sağ ol, başına biraz çox çəkinmək. Tamam. Bay bay.